Gəlin əyri oturub düz danışaq və doğru dilində danışaq. Gördüyünüz bu insan Tofiq Əliyevdir və 2025-ci ildə Çində keçirilən dünya oyunları zamanı Azərbaycanı təmsil edərkən dünya rekordunu imza atıb. Və onun elədiyini əlim heç kim eləyə bilməyib. Yəni 3 qat salto olaraq və hər bir saltoda 360 dərəcə fırlanıb. Və bu rekordu bu yaxınlarda məncə heç kim vura bilməyəcək. Amma siz bu insanı televiziyada görə bilmərsiniz. Siz görməyəcəksiniz ki, bu insanı bizim cəmiyyətə bir nümunəvi idmançı kimi, kim öz uğurunu necə yerinə yetirdiyini, necə Azərbaycanı təmsil elədiyindən heç bir məlumat tapa bilməyəcəksiniz. Nəyə görə? Çünki Azərbaycan televiziyasına tam başqa qəhrəmanlar lazımdır. Hansı qəhrəmanlar? Həmin o qəhrəmanlar hansılar öz evli məmurların çirkli pulları hesabına, belə deyək, efirə çıxıb, öz maşınları ilə, öz bədəni ilə cəmiyyətin marağını yaradan insanları görə bilərik. Biraz çətin cümlə oldu, amma yenə də siz məni başa düşdünüz. Bizim hal-hazırda televiziyada Tofiq Əliyev kimi insanların, qəhrəmanların yeri yoxdur. Və bu sistem problemi deyil. Bu bizim cəmiyyətdə olan bir problemdir. Nə qədər bizim cəmiyyətdə əsas kütlə belə bir insanlara maraq göstərəcəksə, Tofiq Əliyev kimi qəhrəmanlar həmişə kölgədə qalacaq.